Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək bugünə dünyada və ölkəmizdə hansı vacib və maraqlı tibb hadisələri baş verib. Azərbaycanda daha bir estetik əməliyyat qurbanı. Gözəllik qurban tələb edir. Amma bu o demək deyil ki, canınızdan keçməli günlərlə xəstəxanada yatmalısınız. Üstəlik də həmin o gözəlliyin gətirdiyi fəsadlarla. Məsələ burasındadır ki, 45 yaşlı Azərbaycanlı xanım 10 il bundan əvvəl silikon vurdurub arxa nahiyəsinə və bir müddətdən sonra irinləməyə başlayıb. Daha sonra hadisələr necə cərəyan edib və həkimlər onu necə xilas edib bilmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Çox peşman olmuşam. Ağrı, elə bir orada nəsə daş sallanıb. Çirk yığılır ora, şişir. Qızdırmam qalxmışdı. Təngi nəfəs olurdum, çox tez yorulurdum. Demək istəyirəm ki, qızlara çox xahiş edirəm hamıdan. Sünni heç nə bədəninizə vurmayın. Deyirlər ki, bunun axırı demək olar ki, yoxdur. Amma Rəna xanım mənə söz verib ki, inşallah bundan qurtararam. Bakı sakini 45 yaşlı qadın 10 il əvvəl bədəninə vurulan süni popogelinin qurbanı olub. Az qala həyatını itirmək bahasına gözəllik üçün qurban verən pasiyent Səhiyyə televiziyasına müsahibəsində peşman olduğunu bildirib və bütün xanımları bu cür əməliyyatlardan yayınmağa çağırıb. 10 il bundan qabaq Bakıya türk gəlmişdi və onu təbii bir gel deyərək ki, ondan heç bir zərər yoxdur. O hər 5 il ərzində bədəndən su kimi çıxır və onu təzədən vurmaq olar. Belə bir gel vurulub mənə 10 il bundan qabaq və 10 il o məni heç narahat etmirdi. Keçən il yaydan başlayıb məni narahat eləməyə, ağrı verməyə və əslində sözün düzü bilmirdim nə idi. UZİ-yə gedəndən sonra, MRT-yə gedəndən sonra dedilər, bilinməyən bir mayedir. Siz cərraha gedib baxardınız, nədir, nə deyil. Sadəcə yay idi, dedilər ki, yayda onu kəsib çıxartmaq olmaz. Gözləyin qış gəlsin. Və bir ay bundan öncə mənə bir məsləhətli bir cərrah dedilər ki, mən ona yaxınlaşım. Amma elə alındı ki, daha da çox məsləhətli olmadı. Çünki yəqin ki, belə bir situasiya ilə birinci dəfə rastlaşıb. Çünki çox böyük səhvlərə yol verib. Bunu demək, həmin bu sünni akvafiller deyirlər də. Amma əslində təbii filler deyil, bu sünni bir şeydir. Onu kəsərək tikiş qoydu. Amma bu birinci bir səhv idi. Deməli, bir həftə, 2 həftə demək olar ki, ağrıdan dərman içirdim və s. Amma 3-cü həftədə bu yenə başladı çox böyük şişməyə və mən o həkimə zəng vuraraq dedim ki, bu şişir. Bu ikinci səhv idi ki, məni çağırmadı, tikişi açmadı, təmizlənmədi. Yenə dedi ki, antibiotik içəsən. Amma çox başqa antibiotik deyib. Mən başqa həkimlərlə müraciət edib, mənə yaxşı antibiotik dedilər. Məni o antibiotik demək olar ki, ölümdən saxladı. Və mən bura, mənə çox, hər 5 nəfər mənə bir Rəna xanım Babayeva həkimi məsləhət gördülər ki, Bakıda bu immunoçirklə bağlı belə bir sepsis vəziyyətdə uyğun olaraq yaxşı həkimdir. Məni bura çox pis vəziyyətdə çatdırdılar. Məndən heç deşik olmadan özü açılmışdı və çirk tökülürdü və demək olar ki, saniyə söhbəti gedirdi. Və Rəna xanım Babayeva məni doğrudan xilas elədi, o dünyadan qaytardı demək olar. Və bir həftədən çoxdur ki, buradayam. Hər dəfə təmizlənmə işləri gedir çox yaxşı. Düzdür. Mən özüm bir insan kimi çox yorulmuşam bundan. Pasiyentin həkimi cərrah-proktoloq Rəna Babayeva da xəstənin vəziyyəti barədə ümumi məlumat
verib. Xanım pasiyent bizə müraciət edib 17 mart tarixində. Müraciət edən zaman büzdüm nahiyəsində, sarğı nahiyəsində ağrı, şişkinlik, qızartı, temperaturun olması, ümumi zəiflik, halsızlıq şikayətlərlə daxil olmuşdu. Anamnezində 10 il bundan əvvəl Agofiller adı altında suni gel vurulmuşdu. Nəticə olaraq biz bunu nəzərdə tutmuşuq ki, ağırlaşma bu Agofillerin nəticəsidir. Həmən dəqiqə biz xəstəni septik vəziyyətdən qurtarmaq üçün irinliyi boşaltdıq ilkin olaraq, amma analizlər verildi, ultrasəs müayinələrindən, laborator və instrumental müayinələrdən keçdikdən sonra xəstənin ümumi vəziyyətini nəzərə alaraq xəstəni stasionar şöbəsinə yatışa verdik və 18 mart tarixində xəstə əməliyyatxanada fillerin süni gelin, Agofillerin süni gelin təmizlənməsi əməliyyatını icra etdik. Xəstə hal-hazırda yaxşıdır, ümumi narahatçılığı yoxdur, septik vəziyyəti keçibdir. Bir çox elmi araşdırmalar, o cümlədən hələ 2000-ci ildə Amerika Qida və Dərman İdarəsinin Journal of the American Medical nəşrində dərc edilən süni silikon implantlarının sağlamlığa uzun müddətli təsirləri adlı araşdırmasında onların bədəndə iltihab və kapsul kontrakturası yaratma riski barədə xəbərdarlıq edilib. Buna baxmayaraq xanımlar hələ də gözəl olmaq üçün həyatını təhlükəyə atmağa davam edirlər. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni virusların, daha çox ölümcül virusların siyahısını hazırlayır və dünyanı təhlükəyə salan və insanların sağlamlığına ciddi zərər vuracaq viruslar hansılardır? Siyahıya diqqət edək. Yeni xəstəlik təhlükəsi izləmə siyahısı hazırlanır. Böyük Britaniya gələcək ictimai sağlamlıq üçün ən böyük təhlükə yarada biləcək 24 yoluxucu xəstəlikdən ibarət yeni müşahidə siyahısı hazırlayır. Bu xəstəliklərdən bəziləri qlobal pandemiya viruslarıdır. Digərləri isə mövcud müalicəsi olmayan və ya sağlamlığa əhəmiyyətli dərəcədə zərər verə biləcək xəstəliklərdir. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə quş qripi, eləcə də iqlim dəyişikliyi nəticəsində temperaturun artması ilə adi hala çevrilə bilən ağcaqanadlar tərəfindən yayılan xəstəliklər siyahıya daxil edilib. Məqsəd isə alimləri və investorları yeni testlər, peyvəndlər və ya dərmanlar hazırlamağa yönəltməkdir. Şirin qazlı içkilər ağızda xərçəng yaradırmış. Ağız boşluğunda müxtəlif xərçəng növləri məhz şirin qazlı içkilərdən törüyürmüş. Qarşıdan yay gəlir, hamınız susayanda gedib bu içkiləri alacaqsınız. Amma bu içkilər nə yanğınızı yatıracaq, üstəlik də kifayət qədər sağlamlığınıza ziyan vuracaq. Susamısınızsa su için. 30 il ərzində 160 mindən çox tibb bacısının məlumatlarının araşdırması nəticəsində məlum olub ki, bu içkilər zərərli vərdişi olmayanlarda belə ağız boşluğu xərçəngi riski yaradır. Amerikanın Washington Universitetinin və Nurses Health Study, yəni tibb bacılarının sağlamlıq tədqiqatı layihəsinin birlikdə apardığı araşdırma nəticəsində məlum olub ki, şəkərli qazlı içki istehsal edənlər hətta sağlam həyat tərzi keçirsələr də risk qrupuna daxildilər. Araşdırma gündə bir və ya bir neçə stəkan şəkərli qazlı içki içən qadınlarda ayda bir dəfədən az şəkərli içkilər içənlərlə müqayisədə ağız xərçəngi riskinin 5 dəfə yüksək olduğunu göstərib. Dil xərçəngi riski 4,53 dəfə, ağız boşluğunun xərçənginin digər formaları isə 5,24 dəfə çox olub. Şəkərli qazlı içkilər ağzın mikrobiomunu pozaraq şişlər üçün əlverişli mühit yaradır. Hüceyrələrin DNT-sini zədələyən xroniki iltihaba səbəb olur. Xərçənglə əlaqəli olan insulinə bənzər böyümə faktorlarını, IGF istehsalını stimullaşdırır deyə mütəxəssislər bildirib. Alimlər bu riskdən yayınmaq üçün şirin qazlı içkiləri su, şəkərsiz çay və ya şəkər əlavə edilməmiş içkilərlə əvəz etməyi, müntəzəm olaraq diş müayinələrindən keçməyi məsləhət görür. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı gündə 25 qramdan, yəni təxminən 5 çay qaşığından çox şəkər istehlak etməməyi məsləhət görür. Alimlər saqqızların tərkibində mikroplastik olduğunu və çeynədikcə həmin mikroplastiklərin bizim bədənimizə getdiyini sübut elədi. Bir nəfərə saqqız veriblər çeynəməyə və hər 30 saniyədən bir
bədənində baş verən prosesləri müxtəlif, yeni, müasir kompüterlərlə izləyiblər və nəticələr həqiqətən də dəhşətlidir. Çox güman ki, indən belə heç vaxt saqqız çeynəməyəcəm. Saqqız mikroplastik mənbəyidir. Amerika Kimya Cəmiyyəti iddia edir. Saqqız insan orqanizminə daxil olan mikroplastiklərin mənbəyidir. Amerikanın Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, bir ədəd saqqız çeynədiyimiz zaman tüpürcəyimizə yüzlərlə, bəzən minlərlə mikroplastik hissəciklər buraxılır. Bu barədə Amerika Kimya Cəmiyyəti məlumat yayıb. Tədqiqatçılar 5-i sintetik, 5-i isə təbii əsaslı 10 məşhur saqqız markasını sınaqdan keçiriblər. Təcrübədə bir nəfər nümunəni 4 dəqiqə çeynəyib və hər 30 dəqiqədən bir tüpürcək nümunələri toplanıb. Məlum olub ki, bir saqqız orta hesabla 1 qramda 100-ə yaxın, bəzi hallarda isə hər qramda 600-ə qədər plastik hissəciklər buraxıb. Adi bir saqqız parçasının çəkisi 2 ilə 6 qram arasında olduğundan bir böyük saqqız 3000-ə qədər mikroplastik hissəcik buraxa bilər. Üstəlik sınaqdan keçirilmiş bütün saqqızlarda eyni polimerlər olub. Poliofillər, o cümlədən polietilen və polipropilen, polietilen tereftalat, poliakramidlər və polistinollar. Ən böyük hissəciklər çeynəmənin ilk 2 dəqiqəsində ayrılıb. Bütün buraxılan hissəciklərin 94% isə 8 dəqiqədən sonra qeydə alınıb. İndən belə saqqız çeynəyib çeynəməmək haqqında düşündünüzsə, mütləq bu barədə bizə bildirin. Birinci sinifə gedəndə həddindən artıq həyəcanlı idim. Axşama atama dedim ki, mənim zəngli saatımı qur, mən qorxuram ki, məktəbə gecikim. O isə belə bir ifadə işlətdi. Bədən bizim əmrimizə müntəzirdir. Sən yatmamışdan qabaq denən ki, səhər saat 7-də oyan və bunu 3 dəfə təkrarla. Sənə onda zəngli saat lazım olmayacaq. Çünki zəngli saat əsəblərini pozacaq. O gün bugündür, mən heç vaxt zəngli saatdan istifadə eləməmişəm və əgər gecə özümə səhər neçədə oyanmalıyam deyirəmsə, məhz həmin saatda 1-2 dəqiqə fərqlə yuxudan dururam. Buna inana bilərsiniz, inanmaya da bilərsiniz. Amma yoxlayıb özünüz şahid də ola bilərsiniz. Zəngli saatlar isə insanın əsəblərini pozurmuş, üstəgəl fiziki olaraq da kifayət qədər ciddi problemlər yaradırmış. Gəlin xəbərə baxaq. Araşdırmalara görə zəngli saatın yaratdığı anlıq stress bədənimizin dözümlülüyünü azaldır və uzun müddətli sağlamlıq problemlərinə səbəb olur. Zəngli saatın səsi yuxu dövrünün dərin mərhələsini ani şəkildə pozur. Bu oyanış bədənin təbii balansında fəsadlar yaradır. Bununla yanaşı psixoloji baxımdan işə gecikdim, tələsirəm, vaxtım yoxdur kimi düşüncələrlə təşviş aşılayır. Mütəxəssislər səhər saatlarında yaranan bu ani stressin bədənin hormon səviyyələrinə və nevroloji funksiyalarına mənfi təsir göstərdiyini bildirir. Beyindəki kortizol səviyyəsinin yüksəlməsi bədənin stressə daha həssas olmasına yol açır. Həmin dövrün narahatlıqla keçirilməsi gün ərzində daha çox yorğunluğa və diqqət dağınıqlığına səbəb olur. Buna görə də mütəxəssislər daha təbii yuxu sistemlərinin qurulması və səhər tədricən oyanma üsullarının tətbiqini tövsiyə edir. Həmçinin zəngli saatın seçimi və səsini daha az narahat edici etmək insanların günə daha az stresli başlamasına kömək edə bilər. Bütün dünyada tuğyan edən Alzheimer və demensiya xəstəliyi. Müəyyən yaşa çatdıqdan sonra doğmaları unutmaq artıq dünyada bir çox insanların ən dəhşətli kabuslarından birinə çevrilib. Bəs nə etməyək ki, ömrümüzün sonuna qədər əzizlərimiz yadımızda qalsın, kim olduğumuzu unutmayaq. Bunun üçün beynimizə çox, həddindən artıq yaxşı xidmət eləməliyik, onu bəsləməliyik. Bəs hansı qidalarla? Beyni qidalandıran ən təbii üsulların siyahısını hazırlamışıq. İzləyək. Alzheimer və demensiya kimi beyin xəstəliklərinin dünyada tuğyan etdiyi bir vaxtda beynimizi gənc yaşlarından təbii üsullarla necə qorumalıyıq? Effektiv beyin funksiyasını təmin etmək, yaddaşı, əhval-ruhiyyəni və konsentrasiyanı qorumaq üçün B vitaminləri ilə zəngin qidaları daxil etmək vacibdir. Bunlara qəhvəyi düyü, noxud, mərci, yulaf, lobya kimi paxlalı bitkilər, toyuq, balıq, yağsız mal əti, yumurta, süd məhsulları, tünd yaşıl yarpaqlı tərəvəzlər, qoz fındıq, balqabaq toxumu kimi məhsullar daxildir. Bundan əlavə beyin yaşlanmadan qorunmaq üçün E vitamini tələb edir. Qoz fındıq və toxumlarda bitki yağlarında həmçinin avokado və ispanaqda olur. Omega-3 yağ turşuları yağlı balıqlarda, chia və katan toxumunda tapıla bilər.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin, unutmayın. Bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.